Birləşmiş Ştatlardan gələn il üçün özünün növbəti prezidentini seçmək üçün artıq indidən namizədini müəyyənləşdirməlidir. Bugün Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında növbəti debat baş tutub. Kaliforniya və Parisdə baş vermiş teraktlardan sonra Respublikaçı prezidentliyə namizədlərin ilk teledebatı keçirilib. İştirakçılar arasında milli təhlükəsizlik və IŞİD-ə qarşı mübarizə mövzularında qızğın mübahisələr gedib. Prezidentliyə namizədlərin bəziləri şübhəli vətəndaşların izlənilməsi və dinlənilməsi ilə bağlı tədbirlərin gücləndirilməsini tələb edib, digər namizədlər isə vətəndaş azadlıqları və şəxsi həyat toxunulmazlığı haqda hüquqları əsas gətirərək buna qarşı çıxıb. Düşünürəm ki, Respublikaçılar Partiyasının bununla bağlı xarici siyasəti ətrafında maraqlı müzakirələr oldu. Maraqlı məqam da odur ki, Hillary Clinton da rejim dəyişikliyinin böyük tərəfdarıdır. Bu da partiyaları toqquşduran məqamdır. Qalmaqallı media magnatı Donald Trump da bu dəfə müdafiə mövqeyi tutub. Keçmiş prezident George Bush'un qardaşı Jeb Bush'u xaotik namizəd adlandırıb. Trump'ın müsəlmanların girişinə qadağa qoyulması ilə bağlı əvvəlki şərhlərinə görə bütün namizədlər onu tənqid atəşinə tutub. Biz tam təcrid edilmə barədə danışmırıq, biz təhlükəsizlik barədə danışırıq. Burada söhbət ümumiyyətlə dindən getmir deyə Trump öz dediklərinə haqq qazandırmağa çalışır. Eyni zamanda Trump'ın IŞİD-ə qoşulanların qarşısını almaq üçün interneti bağlamaq təklifi teledebatların qaynar mübahisə mövzusuna çevrilib.